sizə yalan danışırlar. 5 yalanı sizinlə bölüşəcəm. Saat 6-dan sonra heç nə yemə. Yəqin ki, bu sözü eşitmisiniz. Yəni axşam saat 6-dan sonra yemək yesəz, bütün axşam saat 6-dan sonra yedikləriniz piyə çevriləcək. Yalandır bu. Sizin kökəlməyiniz bədəninizə daxil etdiyiniz kalorinin miqdarından asılıdır. Yəni sərf etdiyinizdən daha çox qəbul eləsəz, kökələcəksiniz. Bu qədər sadə məntiq. Əlbəttə ki, gecə saatlarında yeməyi də məsləhət görmürəm. Mədə-bağırsaq sisteminə biraz yük olur. İkinci, limonlu su mənim yağlarımı əridəcək. Heç nə sizin yağlarınızı əritməyəcək kalori defisitindən başqa. Yəni yenə də daha az kalori qəbul etməklə yandıra bilərsiniz o yağlarınızı. Bədəninizin o yağlara ehtiyacı olduğu təqdirdə. Limonlu su tərkibində biraz C vitamini olan maraqlı dadə malik bir içkidir və heç bir içki sizin yağlarınızı doğrudan gedib parçalaya bilməz. Bu insan təbiətinə ziddir. Üçüncü, arıqlamaq üçün çörəyi həyatımdan çıxartmışam. Bu yazıq çörəyin günahı nədir axı? Çörəyi həyatınızdan çıxardırsınız, digər qida məhsullarından qat-bə-qat çox qəbul edirsiniz və yenə də kalori defisiti yaratmaqda çətinlik çəkirsiniz. Və yaxud da ki, çörəyi həyatınızdan çıxartmaqla qidalanma balansını qoruyursunuz, düzgün kalori defisiti yaradırsınız və arıqlayırsınız. Ad olur ki, çörəyi çıxartdım, arıqladım. Və yaxud da ki, çörək boş şeydir, çıxartmaq boş şeydir, çıxartdın, çıxartmadın, arıqlamırsan. Məsələ çörəyi həyatınızdan çıxartmaq deyil, onun ölçüsünü, miqdarını bilmək və növünü düzgün seçə bilməkdir. Dördüncü, nə qədər istəyirsən meyvə ye, onsuz da meyvə kökəltmir. Bəli, ancaq meyvə ilə qidalansaq biz kökəlməyəcəyik. Ancaq yediyimiz ancaq meyvə deyil axı. Yediklərimizin üzərinə hələ bir vedrədə meyvə gisək, əlbəttə ki, şəkər miqdarını daha çox qəbul etmiş olacağıq. Meyvələrin tərkibində orta hesabla 100 qramında 10 qram, 15 qram, 20 qrama qədər də fruktoz ola bilər. Yəni karbohidrat. Gecə vaxtı yatar qarnına çoxlu meyvə yeyib yatmaq məsləhət deyil. Beşinci, mənim metabolizmim ümumiyyətlə işləmir. Mən su içirəm, kökəlirəm. Mən sizi başa düşürəm. Bəzən insanlar gün ərzində yediklərini sadəcə görmürlər. Görməzdən gəlirlər. Bu demək deyil axı, havadan piy yarandı. Havadan piy yarana bilməz. Fizika var. Çox vaxt gün ərzində nəyisə dadına baxırsınız, nəyisə də yeyirsiniz, ancaq bundan xəbəriniz yoxdur. Çünki fikriniz yeməkdə olmur və nəticədə günün sonunda gün ərzində yediklərinizi unutursunuz. Və nə olur? Heç nə yemirəm, havadan kökəlirəm. Nəticə etibarilə bunların hamısı mifdir. Bunlara inanıb arıqlama prosesini sırf bunların üzərində qurmağın bir mənası yoxdur. Arıqlama prosesi fiziki aktivlik, sağlam qidalanma və kalori defisitinə əsaslanmalıdır. Arıqlama prosesində sizə uğurlar arzu edirəm. Bu videonu da zəhmət olmasa bəyənin və paylaşın. Çünki səhifələrimin buna çox ehtiyacı var. İzlənmə demək olar ki, yoxdur. İnsanlara faydalı olmağa çalışıram, ancaq qarşılığında çox təəssüf ki, çox az izlənmə alıram.